edəcəyimiz extensionlardan danışım. VS Code üzərində hər hansı bir extension yükləmək üçün belə bir dənə tabımız var. Extensions deyə. Və Git üzərindən birbaşa buradan da dəyişikliklərinizi göndərə bilirsiniz. Yəni, mən gəldim belə bir şey elədim, düzdür? Gitə göndərməyin ən rahat yolu budur. Siz prosta bu yoldan istifadə etməyinizi istəmirəm. Komandlara əlinizə öyrəşsin. Gəlin burada commitimi yazıram. HTML created məsələn. Gəlin buradan push eləyirəm. Getdi düşdü gitə. Yəni git add, git commit, git push ehtiyacı var. Gəl baxıram bura. Gəl dəyişdirməyim düşdü. Okay? Faydadan bağlaya bilərsən. Əgər bağlaya bilirsən. Gəl. Aha. Daha sonra gəlirəm ara. Extension əlavə etməkdən danışırdım. Gəldim bu extensions tabına keçirəm. Rekorda düşəcək mənim full istifadə etdiyim extensionlar. Bir danışım. Auto import hələ ki sizə lazım deyil. React keçəndə istifadə edəcəksiniz. Burada temalardır. Mənim hal-hazırda istifadə elə siz belə deyim, VS Code 4 kodunuzu açdığınız zaman belə görsənməyə bilər. Yəni rəngləri falan başqa olacaq. Mənim istifadə etdiyim budur. Əgər məndəki xoşunuza gəlsə bundan istifadə edə bilərsiniz. Daha sonra auto close tag. Bu HTML-də mən gəlib məsələn belə bir şey yazıram düzü. P yazıram. Bu avtomatik olaraq mənim tagimi avtomatik bağlayır. Hansı ki məndə bu olmasaydı, mən məcbur bunu əlimdən belə yazmalıydım. Daha sürətli yazılış üçün istifadə olunur. Okay? Bunu yükləməyimiz sizin üçün daha yaxşıdır. Auto import dedim. Auto rename yenə eyni şəkildə record gedir. Auto rename nə iş görür? Mən atıram bir dənə P tagim var idi. Tagin adını dəyişib başqa bir şey elədiyim zaman başlanğıcda dəyişirəmsə, sonda da avtomatik olaraq dəyişmək üçün istifadə olunur. Babel JavaScript üçündür. Gələcəkdə gələrik. Bunların hamısı temalardır. Debuggerlar, Docker, deploy başını buraxın lazım deyil sizə. Çox istifadə olunan bir şeydir. Bu da çox qəşəng temadır bu arada. Bunu da yükləyə bilərsiniz. Plus, mən belə deyim, VS kodumda arxa hissəmin daha rahat, digərlərindən nisbətən daha rahat görsəndiyini görürsünüz. Yəni, arxada browserin falan çox rahat görürəm. Bunu Class UI ilə edirəm. Plus, bunun kodu nə idi? Bizdə saniyə. Baxacam ona. Integer, features, command. Okay. Control, Alt, C. Tündləşdirir. Control, Alt, Z. Arxanın transparency-sini artırır. Yəni, arxanı daha rahat görsəndiyini görürsünüz. Bax. Elə bil ki, şişə kimi olur. Nə üçün yaxşıdır? Twitch-də falan, yayına falan baxanda üstündə kod yazırsan. Arkada serialı bax üstündə kodu yaz. Gəlin bura. Bunu biraz qaraldaq. Çünki kod heç görsənmir elə də. Öyrəşməmsinizsə. Iconslar. Bir də Material UI Icons. Bunu hər birinizin yükləməyini istəyirəm. Nə üçündür? Burada mən folderlərimin əgər HTML deyə bir folder yaratdım. Folderin iconu dəyişdi, düzdür? Başqa bir şey yox, görürsünüz. Normal folder olaraq gəlib düşmür. Belə bir şey yaratsam, normal folder belə düşür. Bu extension yükləyəndə avtomatik olaraq bunların iconlarını falan dəyişir və kodlarınız daha oxunaqlı olur. Əgər heç birindən istifadə eləmirsinizsə, ancaq ox qoyur folderin yanına və sizin iç-içə folderləriniz çoxdursa, çox çirkin bir görüntü əmələ gəlir və heç oxunaqlı deyil. Yəni, içəridə nəyisə axtarırsansa, itəsən, tapanmayasın kodu. Daha sonra, gələm hansına. Burada istifadə edəcəyimiz, məncə, hələ ki heç bir şey yoxdur. Bir də live serverimiz var. Bircə saniyə. Bir də bu var. Bunu yükləyəndən sonra gəlib aşağı belə bir dənə Go Live deyə bir button düşür. Nə üçün istifadə edirik? Mənim yazdığım kod birbaşa browserdə açılmaq üçün. Yəni, mən bu HTML kodunu öz browserimdə neçə cür aça bilərəm. Gələm bunun üstünə sağ klik eləyirəm. Copy, paste deyirəm. Gələm browserimə. Paste yapışdırıram bura. Burada hər bir developerın başlanğıcı olan hello world-unu yazıram. Save elədim. Gəlib düşmədi. Refresh edirəm, gəlib düşür. Yəni, hər hansı bir dəyişiklik eləyirəm. Gələm bunu kopyaladım, alt-alta yapışdırdım. Save eləyirəm. Yazdığım kod gəlib düşmədi, düzdür? Bunu düşmək üçün refresh eləməliyəm. Gəlsin düşsün. Ctrl Z eləyirəm, qayıdıram əvvəlki versiyaya. Yenə dəyişikliklərim avtomatik olaraq gəlmədi.
Onun üçün nə edirəm? Gəlirəm go live eləyirəm. Artıq baxın, hətta Ctrl Alt Z eləyim, arxa daha rahat görsənsin. Görsənir düzdür? Hello world yazın. Gəlirəm bunu kopyaladım, yapışdırdım, save elədim, getdi arxaya avtomatik olaraq düşdü. Yəni go live-ın nə üçün istifadə olunduğunu başa düşdünüz yəqin ki. Dəyişikliklərimi dinamik olaraq görməyim üçün birbaşa. Daha sonra burada mən bircə saniyə terminalı gəlib Git-ə göndərmək üçün birbaşa VS Code-un terminalından istifadə edə bilərik. Buradan da aça bilərsiniz. Ctrl-la tildanı basıb da aça bilərsiniz. Buyurun. Yes. Necə? Burada sağ terminal. Hə. Hə, bunu deyirsən? Yes, eləyə bilirsən. Mən elə bildim, fərqi yoxdur. Bununla nə eləsən belə gedir. Plus onu dəyişməyə indiyə qədər ehtiyac duymamışam. Lazımlı bir şey deyil yəni onu dəyişmək. Daha sonra faylların içərisində dəhşət çox faylımız var. İçərisində nəyisə axtarış etmək istəyirsənsə, gəl buradan axtarırsan. Shortcutları deyim. Shortcutlardan məsələn birdən daha çox belə bir yerim var. Bunların hamısını eyni anda dəyişmək istəyirsən. Alt gəlirəm onun üstünə klik eləyirəm. Altı basılı tutatda bunlara klik eləyirəm. Artıq burada eyni anda birdən daha çox sətri idarə edə bilirəm. Okay? Bunların hər birini dənə-dənə deyəcəm. Okay. Bizcə saniyə desktoplar bölüm. W3, HTML, təqləri buradan keçək. W3 o qədər də çox məsləhət gördüyüm bir şey deyil. Sadəcə HTML üçün okay, keçmək olar. Əgər advanced hər hansısa bir JavaScript, React, hər hansısa bir framework üzərindən nəyisə öyrənməyə çalışırsınızsa, gedirsiniz hara? Birinci, hər bir developerin ən yaxın dostu Stack Overflow. Burada özünüzə hesab açın. Atılan problemlara baxın. Əgər solvu bilirsinizsə yazın. Sizin üçün gələcəkdə çox intervyular falan gedəndə Stack Overflow hesabınızın aktiv olmağı sizin üçün okey bir durumdur. Gəlirəm Stack Overflow. Burada developmentla bağlı problemləri paylaşırlar. Belə deyim, developerların Reddit kimi bir şeydir. Problem atırlar, cavabını başqa bir developer yazır. Əgər həll olunubsa, qabağına yaşıl bir dənə quş düşür. Yəni həmin problemin cavabı odur. Girib oradan sənin başına gələn problemi çox rahat bir şəkildə solve edə bilirsən. Daha sonra nə göstərdim? Mozilla Developer. MDN. MDN-dən istifadə edərsiniz. JavaScript-dən o tərəfə keçəndən sonra. Çünki MDN-də yazılan məqalələr daha yenidir, daha qəşəng yazılıb. Yəni burada yazılanları o qədər də bəyənmirəm. Hansı ki, mən özüm öyrənən zamanda JavaScript-dən sonra W3 getmirdi. MDN daha yaxşıdır. Okay? Amma JavaScript-ə gələnə qədər buradan istifadə etməyimiz okeydir. Gəlin indi introduction keçdik. Dedik ki, nədir? Bir hypertext markup language-dir. Daha sonra web page-in strukturu üçün istifadə edirsən. Daha sonra gəlin buraya editorlardan Notepad-də falan yaza bilirsən. Prosta lazım deyil. Biz nəyin üzərində yazırıq? VS Code üzərindən yazırıq, düzdür? Gəlin indi. Bu da eyni şəkildə başlanğıcı gəlir və gəlirəm elementlərə. Dediyim kimi, sən gəlib burada tagin adını yazırsan və içərisinə yazacağın content tagin içərisində yazılır. Məsələn, H1, belə deyim, birinci headinglərdən başlayaq. Gəlin bura. Bizim 7 dənə belə eləyək. H1, H2, H3, H4, H5, H6. Gəlin burada. Birdən daha çox seçmək üçün nə edirdim? Yes, 6 basılı saxlayıram. Gəlin düşdüm. Hello. World yazıram. Keçəm bura. Baxın, hər birinin size-ı digərindən daha fərqlidir. Gəlin buradan inspect deyə bir şeyimiz var. Developer'ın istifadə etdiyi bir şeydir. Normal site userləri çoxa baxmırlar. Gəlib buradan siz həmin contentinizin pikselinə falan baxın. Font size-ı 2 M'dir. 32 piksel var bir şey.
Deməli, bunların hər biri başlıq üçün istifadə olunur. Sadəcə təqlərin istifadəsi yalnız görüntü yığmaq üçün deyil. Təqlərdən daha çox məntiqi ardıcıllıq qurmaq üçün istifadə edirsiniz. Yəni CSS dediyimiz nə iş görürdü uşaqlar? Saytımın görünüşünü yığmaq üçün istifadə edirəm, düzdür? Və CSS-lə eləyə bilməyəcəyiniz şey yoxdur. Ağlınıza gələn hər şeyi eləyə bilərsiniz CSS-lə. Adamlar CSS-lə animasiya falan çəkirlər o dərəcə. Gəl mən bunu eynisini, bu görüntünün eynisini bu təqdən ala bilirəm. Sadəcə məsələ nədir? Bunların nə qədər məntiqi olduğu. Yəni bizim dediyim kimi Google-un axtarış botları var. Gəlib nə edir? Mənim birinci meta təqlərimə baxır, headin içərisində axtarışlarını aparır və daha sonra mənim headinglərimə baxır. Əgər atıram onlayn qapı satışı deyə bir sayt yazmışam və qapılar deyə bir headingim var. Bir də var ki, qapıları paragrafın içərisində yazım. Hansı daha vurğulayıcıdır? Headingin içərisində yazmaq, düzdür? Yəni H1 bəri başdan deyim, saytınızda sadəcə bir dəfə istifadə edə bilərsiniz. İstədiyin qədər yaza bilərsən. Səhv bir şey yoxdur. Sadəcə yazılış cəhətdən H1 saytda bir dəfə yazılmağı daha üstündür. Niyə? Çünki H1-in qüvvəti axtarış nəticələrində daha çox çıxır. Ona görə H1-i nə qədər bir dənə yazsaz, atıram, onlayn qapı satışı yazmısan, adam 5 dənə H1 qoyub, sən bir dənə H1 qoymusan, sənin yazdığın sayt daha önə çıxacaq Google-da. Okay? H1-dən bir dəfə istifadə edin. Digərlərindən istədiyiniz qədər istifadə edə bilərsiniz. Sadəcə size məsələsinə baxır. Daha sonra gəlirik hara? MCN hara getdi? Gəlim H-ı dedik. Daha sonra paragraf. Paragrafları nə üçün istifadə edirik? Paragraf yazım. Paragraf bizim dildə nə isə var. Azərbaycan dilindədir paragraf. Yox, başlıq heading. Text, bildiyimiz text, content. Contentləri yazmaq üçün paragrafdan istifadə edirik. Gəlin bura. Hər bir frontend developer'ın ən sevimli dostu Lorem Ipsum. Gəlirəm, Lorem-i yazdım. Lorem Ipsum nədir? De, ürəyində qalacaq. Yes. Yes, random sözlər verirsə, sadəcə UI yığmaq üçün. Çünki sənin saytının kontentini birbaşa əlinlə yazmağın düzgün bir şey deyil. Sadəcə placeholder kimi gətirsən qoyursan ora, gəlirsən UI-ni yığırsan, sabah bir gün oradakı yazı dəyişsə belə, qrafiklik dəyişməyəcəyinə görə sən heç itirmirsən. Gələm nə edirəm? Paragrafları P tagin içərisində yazıram, kontenti, düzdür? Gələk belə bir şey eləyək. Daha sonra gələcəm ona. BR-miz var. BR nə iş görür? Bir dənə də P tagı yazıram. Lorem 20 deyirəm. Prosta bu düşmür. Hə, buradan açsam. Bir yer deyirəm. Gəldi, buradan kəsdi. Bir alt sətr atdı, düzdür? Gələm buradan bunu kat eləyirəm, düzəldirəm. Bir də məndə prettier olmalıdır, səhv eləmirəmsə. Bu prettier dediyimiz qaqaş nə iş görür? Mənim kodumda belə çirkin bir kodum var, tutaq ki, yazmışam, dağılıb. Alt, Shift, F-i basanda mənim kodumu sərgiyə salır. Okay? Daha sərgəli yazmaq üçündür. Bunu siz də yükləsəz yaxşıdır və sizə məsləhətim autosave-i söndürün. Autosave çox da qəşəng bir şey deyil. Özünüzün save eləməyiniz daha yaxşıdır. Çünki autosave-də bəzən problemi çıxarda bilirsinizsə. Hansı ki, gələcəkdə NPM-lərlə işləyəsiniz. NPM real time işləyən bir şey deyil. Yəni, sən save eləməlisən ki, o yenidən run olsun. Autosave dayanmadan save eləyir. Bu da nə edir? 2 dəqiqədən bir NPM run eləməyə çalışır. Crash falan girsən, okey bir durum deyil. Ona görə Ctrl-S-ə öyrəşməyimiz daha yaxşıdır. Özü öyrəşdirsən çıxmayacaq. Okey, gəldim bunu da dedik. Keçirəm bura. Şu aşağı. Bir saniye. H1, P. Atributlar. Atributlar nədir? Atributlar siz təqibinizin yanında əlavə olaraq qeyd edə bildiyiniz bəzi şeylər var. Bunlardan biri də, bunların hamısına bir yerdə atribut deyirik. Birinci yerə linklərdən danışaq. Link olaraq gəlib verirəm ki, bir dənə A təqim var. HF hələ ki boşdur. Google deyirəm. Gəlirəm, Google-un URL-ni yapışdırıram bura.
Bu halda nə olacaq? Gəlin dokumentimə. Gəl bura bir dənə link düşəcək. Hansı ki mən buna klik eləyəndə href atributunun içərisində olan URL aparacaq mənə. Okay? Gəlin buna klik eləyirəm. Məni hara aparır? Google. Plus belə bir şeyimiz var. Target diye bir şeyimiz var. Bu ne iş görür? Sen adın neydi? Ferdi'ydi. Yok Mehmet. Okey. Bilirsen. Lamiye. Buldu. Sen bilmirsən sen neyse. Deyil. Neymiş? Hansı səhifədə açılacağını göstərir. Aha. Hə, tab. Ona tab deyilir. Yes. Növbəti tabda açmaq üçün. Klik el, belə eləyim. Target blank'i silim hələ ki. Baxın, hal-hazırda bu tabdayım, düzdür? Bunu bağla, bunu bağla. Tək bir tabım var. Klik eləyirəm. Olduğum tabın özündə açır. Bir də var ki, mən buna target blank eləyəsəm. Nə edəcək? Bu olduğu səhifəni saxlayır. Klik eləyirəm, mən növbəti tabda açır. Okay? Olduğu tab qalır. Yeni linkdə olan hissəni atır yeni taba. Daha sonra gəlin bura. Image'imiz var. Image'də də yenə gəlin bura. Image. src və alt deyə 2 dənə atributumuz var. src-də image'in source-unu göstəririk. Gəlin bura image yazıram. Çox məşhur bir dənə şəklimiz var. Şəkil çəkən bacı hanı burada? Bu deyil. Şəkil silinib. Neyse, tapamadım. Open image'ini tab deyirəm. Prosta bunun URL-i çox çirkin idi. Biraz, bunun URL-i qəşəngdir. Gəlirəm image'in src-sinə bunu verirəm. Daha sonra bir dənə də alt atributum var. Burada da sənin demək istəyirsən Yusuf. Bilirsən nə iş görür? Alt. Hə, okey. Deməli. De. Qoyduğumuz şəklin əsasən kontentdir demək üçün, amma əsas istifadə bəzi korlar məsələn. Kör deməkdə. Gözsüz. Hə. Görməyənlər fərqli deyəndə orada nə olduğunu izah etməsi. Yes. Fiziki qüsur. Yes. Onların istifadəsi sənin saytın üçün daha rahat olsun. Bir də screen reader'larımız var. Hansı ki o məsələyə gələcəm indi. Gəlin burada belə bir şey yazıram. Əgər mən plus gəlirəm dokumentimə. Baxın, image'im gəldi, düşdü bura. Əgər prosta interneti söndürməyim, gəlin onun URL-ını dəyişsəm o gedəcək. Yəqin ki 40 bir dənə image şəkli qoyur və alt atributunu gətirir bura. Yəni əgər internet olmasa şəkil çəkən bazı. Deməli, nə edir? Deyir ki, burada bir dənə şəkil çəkən bazımız var. Gəlin burada prosta mən nəyi dəyişdim? Hə. Onda şəkil çəkən bazı sözlə gedəcək. Okay. Gəldi nə elədik? Şəklimizi çıxartdıq bura. İndi Emilin dediyi korlar məsələsinə gəlirəm. Ən yaxşı örnəyi mən bir dənə layihə götürmüşdüm. İndiyə qədər belə deyim, onun bu alt atributunun falan bu qədər çox istifadə olunduğunu istifadə eləmirdim. Adamlar mənim qabağıma White House-un saytını çıxartdılar. White House belə deyim də, engelliler üçün yazılmış ən mükəmməl saytlardan biridir. Yəni full saytın içərisində tək bir tab knopkasından gəzə bilirsən. Taba klik edirəm, deyir contenti skip elə. Hansı ki saytın özündə normalda belə bir button yox idi. Taba klik edirəm, gəldi bura. Tab, 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 tab. Gəldim bura. Düşür. Bunların hamısı full səhifəni tabla gəzə bilirsən. Bu çox mükəmməl bir şeydir. Yəni strukturun çox qəşəng yazıldığını göstərir. Daha sonra və bunların hər birini atıram. Siriyə deyirsən ki, hey Siri, bu saytı mənim üçün oxu, düzdür? Hə, bu saytı mənim üçün oxu. Nə edir? Başlayır yuxarıdan sənin üçün saytı oxumağa. Gəlir deyir ki, burada belə bir şey var, burada belə bir şey var, oxudu. Gəldi şəklə çatdı. Sən əgər alt atributun içərisinə şəkil çəkən bazı sözünü yazmamısansa, o heç nə deməyəcək. Şəkil boş keçir, content yoxdur. Okay? Yəni screen reader'larda əsasən həmin alt atributuna əsasən işləyir. Şəkillər və videolar olan hissələrdə. Aydındır? Əsas məsələlərindən biri budur. Və bu məsələyə axır vaxtlar çox üstünə düşürlər. Accessibility deyirlər buna. Yəni əl çatandıq, sənin saytından nə qədər çox user istifadə edə biləcək. Gəlin bunu bağlayıram.
Girir bura. Image dedim. Hə, image qoşmağın ikinci variantı. Gəlin image save eləyəcəm. Belə yazanda çıxırdı o. O şəkil tapacağım bunu. Nəysə. Bunu at. Gəlin bunu save eləyirəm. Hara? Desktop. Gəlin bura. Hansı şeydəyik? IF 204. Hə, 5. HTML. Gəlin bunun içərisinə həmin image'i save eləyirəm. Enter bastım. Gəlin bura. Baxın, gəldi bura bir dənə şəkil düşdü. Prosta HTML yaxşı qalsın HTML-in içərisində. Gəlin burada SIS-in içərisini silirəm. Faylları explore eləmək üçün Ctrl-la space basırsınız. Ctrl-la space basıram. Hal-hazırda olduğum directory-nin içərisində olan full faylların tamamını mənim üçün göstərir. Mən gəlirəm bura. Image.jpg desəm, yenə eyni şəkildə şəklimi çəkib gətirəcək. Bəs image burada olsa, baxın, şəkil çəkən bacı qaldı. Prosta şəklini öz götürdü. Niyə? Çünki image birbaşa mənim HTML-imin yanında deyil. Düzdür? Mən bu image-ə çatmaq üçün nə etməliyəm? Yes, directory-ni dəyişdirməliyəm. Bir dənə çölə çıxmalıyam. Daha sonra image.jpg götürməliyəm. Şəklim yenə gəldi. Okay? CD nə iş görür? Təzə gələnlərdən soruşum. Adı nə idi? Əl qaldırmaq. Yaddan çıxmasın, gəldi. Gözəl. CD ilə directory'mizi dəyişirik. Gələm indi image qoyduq. Keçirəm bura. Tuş aşağı. Deməli, style falan lazım deyil. Bunlar niye bu kadar gereksiz şeyler? Heading'ler demişim zaten. Paragraf. İndi gələm bir dənə span tagimiz var. Span tagin nə işə yaradığını bilirikmi? Emil sən işində ol. Namik idi sən. Hə, buyur. Aha, Yusif bir ucundan qulağından yadına düşdü. Yox. Aha, Raysa. Abzasdan abzasa keçmirdim, yox. Sən də bilirsən, sən baxışından bildim ki, bilirsən. Gözlər rüfət tezi. Yoxdur. Elnur? Ha gayret. Üstündə heç bir şey yox. Nə? Yox, Spana style yaza bilirik. P-nin üzərindən var. Hə, onlar yox, yox. Browserin verdikləri o məsələ deyil. Fərid, Lamiyə, sən qrafik dizaynla gəlmişdin, düzdür? CSS ilə əlaqə yoxdur. Nətər qrafik dizayn yazırdı? Nətər işləyirdi? Aa, siz poster falan düzəldirdiniz. Hə, okey. Figma ilə əlaqəniz yoxdur. Deyirəm, grid sistem falan yox da. Deməli, gəli span tagi de, gözümün işığı de. O CSS-də o qaçma. Bax, elə danış ki, yoldaşların başa düşsün. Sən blok və inline element deyə iki dənə sözdən, düzdür? Uşaqlar nə başa düşəcək? Hə, sən rahatsan ki, müəllim yığışdıracaq, hə? Bir dənə də lorem 5 atıram bura. Burada bir dənə lorem 5 atıram. Baxın, deməli, bircə saniyə P, bir dənə də span atıram. Lorem 5. Baxın, bu atdığım birinci spandır. Bu atdığım ikinci spandır. Bu atdığım full P tagidir. Bu atdığım da ən sonuncu span tagimdir. Düzdür?
Span təqi də eyni şəkildə paraqrafları yazmaq üçün istifadə edirik. Sadəcə daha xırda paraqraflara yazırıq və paraqrafdan bəzi fərqləri var. Birinci fərqi, mənim yazdığım spanlar yan-yana yazıramsa, öz kontenti qədər, kontent dediyim içərisindəki yazı qədər yer saxlayır. Yəni, 3-4 dənə alt-alta span yazsam, bu spanlar gəlib yan-yana düşəcək. Amma mən gəlib bir dənə P təqi yazsam, daha doğrusu hətta bu P təqini 2 dənə eləyək, baxın, alt-alta düşəcək. Yəni, mənim yazdığım P təqinin yanına, P təqi biraz spana baxın dəqiqəyisti, yanında heç kim istəmir. Deyir ki, mən olduğum yeri full özüm saxlayacağım, yanıma heç kim düşməsin. Amma span yox. Span deyir ki, nə qədər span yazırsansa yaz, gəl mənim yanımda yana bilər. Okey? Bunun istəklə yüksələn də yaxşı olardı. Kontraşıpsayla göstərəcək mövzunu. Mən CSS-ə girmək istəmirəm. Deməli, gəlirəm bura. Hə, bir də desktop bölmək məsələsi. Çox mükəmməl bir şeydir. Hər bizə istifadə etməyə məsləhət görürəm. 4 barmaqla yuxarı scroll eləyəndə aşağıda sizin desktoplarınız çıxır. Və istədiyin qədər desktop bölə bilirsən və desktopların arasında 4 barmaqla sağa sola eləyərək keçə bilirsən. Hə? Kompüter. Windows Tab. Hə. Windows Tab. Yox, alt tab açıq şeylər, proqramlar dəyişir. Windows Tab açıq desktoplar dəyişir. Mənim səsim niyə gedir? Windows Tab açıq tab bircə saniyə açıq desktoplar dəyişir. Alt tab açıq proqramlar dəyişir. Okay? Daha sonra gəlirəm. Bura bunu bağla. Hə, span dediyi ki, nə üçündür? Yenə paraqraf. Olmaz ki. Span nə üçün dedik? Paraqraf yazırıq eyni şəkildə. Sadəcə paraqrafdan bir dənə fərqi var. Spanları yan-yana qoya bilirsiniz. Amma paraqrafın yanında başqa heç bir təq qoya bilmirsiniz. Okay? Daha sonra gəlirəm. Bu hissəni keç. Hə. Gəlirəm buna. HR. Nə iş görür? Human resource deyil. Buyur. Gəlirəm. Klik elədim. Gəl bura bir dənə nə düşdü? Bir dənə düzünə xətt düşdü. Düzdür? Daha sonra çox istifadə edəcəyimiz bir şey deyil. Bir arı dedim. Pre. Biləmiz var. Çox istifadə edəcəyim bir təq deyil əslində. Defines preformatted text. Yox, font məsələsi deyil. Bu ya kompüterin öz şeyini şrift yazılır. Aktarmanda nasıl şeydir, browserda nasıl şey değil, o da yazılır. Ola bilər, bilmirəm. Çox istifadə elədiyim deyil də, ümumiyyətlə istifadə etmədiyim bir şeydir. Hə. Styles keçirəm, səs gəlir. Formatting. Okay. Gəlirəm indi bura. Bayna strong. Dəyiş bunu, heç kim görməmiş. Hə. Bayna strong'un fərqi. Fərqi. Gör. Sadiq deyəcək indi bax, ağzını açıq qalacaq. Bir demək deyil. De görüm. Fərəz. Onu sən işləməli bilirdin. Rüfət olmaz. İkisi də qalın. Aha. De görək. Yox, səhv gedirsən. Elnur? Yes. Yes. B sadəcə yazdığım mətni qalınlaşdırır. Strong amma bunun cümlədəki digər sözlərdən məntiqi cəhətdən daha üstün olduğunu deyir. Atıram, hər hansısa bir söz yazmışsınız ya da belə deyək. Fizikadan hər hansısa bir dənə yox, düstur yox, qayda qanunundan bir şey deyim mən. Newtonun birinci qanunu nədir? Okey. Hə, denə. Bir şey də bilmədən sonra. Hə? Aysa, o sükunət sözündən bərabər sürətli təcilsiz hərəkət mən importantın içərisində yazmışamsa,
bu axtarış tərəfindən sükunət sözü axtarılsa, önə çıxartmağıma kömək eləyəcək. Okay? Hansı ki, mən bunu B-nin içərisində yazsam, bu çıxmayacaq. Yəni, B sadəcə daha qalın yazmaq üçündür. Amma strong nədir? Digərlərindən məntiqi cəhətdən daha üstün olduğunu deyir. Daha sonra, gəl, buyur. Yes, indi gəlirəm də onu yazmaq gözlə. Gəlirəm, B-nin içərisində sadiq yazıram. Strong'un içərisində də Emil yazıram. Nə oldu? UI cəhətdən heç bir fərqi yoxdur. Düzdür? Amma məntiqi cəhətdən gözəl. Gözəl. Mesaj alınırsa gözəl. Daha sonra keçiriyərəm. İtalik test. Denəndə parkovka eləyəndə deyir. Sən çox qəribə çarsan. İyini soruşuram. Yox, mən iyini soruşuram. Mən emi soruşmadım. Keçməyəcəm. İyi nə iş görür? Yusuf deyir, çox həvəsli. Hə. İtalik yazır deyək. Daha qəşəng səslənir. Yes, gələm mən bu iyinin içərisinə lorem yazıram. Gəldi, əyri yazdı. M nə iş görür? Denər, Hikmət. Və italik yazır, düzdür? Əyri yazır. Hə. Yenə B ilə strong məsələsi. Sadəcə bu digərlərindən nisbətən bayaqkını italik yazmaq istəyirsənsə, strong'un qarşılığı M-dir, B-nin qarşılığı idi. Belə deyim. Daha sonra Mark mən bundan bir dəfə istifadə eləmişəm. Bildiyiniz altından yes. Yes. Mark. Yadıma düşür, mən bundan bir dəfə istifadə eləmişəm. Sarı flamasterlər olur ya fizika falan ki, hədəfin nəşrləri var, üstünü qaralayırdıq. Bax ondan. Üstünə xət çəkir ki, bala buranı yaxşı oxu, bu düşəcək. Daha sonra small istifadə olunan bir şey deyil. Prosta adından da göründüyü kimi nə edir? Yazını böyük edir, düzdür? Zarafat edin. Hə, font olaraq digərlərindən daha kiçik oldu. Daha sonra del yes, üstündən xət çəkəcək. Hara getdi? Deleted salam. Gəl düşdü bura. O line through'za da eləmək istəyirsən, nə edirsən? Hə? Ins gəlir də gözlə. Yox, bu altdan xət çəkir. Bu nə idi? Bu müftəda idi. Sonra subscript test. Gəlin bura. Yes. Deyən sub 2 2. Yox, altda yazılmış. Hə. Gəlirəm. Sub istədim. 2 sub 2. Aha, aləm dəydi bir-birinə, deyəm. Hə? Ay sağ ol. Sub istədi, o birisi alt tərəfdə olanlar. Daha sonra, gələm, burada gördüklərimizdən nə istifadə edəsiniz? M istifadə edəsiniz. I çox istifadə edəsiniz. Strong istifadə edəsiniz. Bu ikisi indi gördüm, yadıma düşdü. Yəni, normalda istifadə yazmıram. Del istifadə edirsiniz. Bunu istifadə edirsinizmi? Yox. CSS ilə yığışdırırıq əsasən. Əgər riyazi hər hansısa bir şey yazacaqsınızsa, mən tələbə vaxtında edirdim. Uşaqlar məqalə falan verdilər. Prosta müəllimlərin verdiyi çox çirkin idi. Nəysə HTML falan yazıb, printf-ə getmədi axı. Bunlardan istifadə edib, yəni riyazi düsturlar falan lazım olanda bunlardan istifadə edirsiniz. Yox, normal saytların heç birində istifadə eləmirsiniz. Daha sonra, gəlik bura. Block code, Q, bunlar. Yox, bu qalsın, bunu deyərəm sonra. Gəlik komment hissəsinə. Komment dediyimiz nə üçün istifadə olunur? Sizin həmişə HTML-imiz bu qədər kiçik və sadə görsənməyəcək. HTML-lərimizin sayı, sətir sayı 500, 600, 1000-i keçəndən sonra qanqarasılıq başlayır. Niyə? Koddan içərisində itməyə başlayırsınız. Atıram, sən bugün
işə daxil olmusan. Sadiq orada hardasa 4 ayda işləyir və full layihənin tamamını Sadiq yazır. Bir HTML-in 1000 sətirdir, bir 600 sətirdir. Gəlmirsən, oturmusan bir-bir HTML oxumağın o qədər də məntiqli bir şey deyil, düzdür? Gəl nə edir? Sadiq gəl bura yazır ki, Gəl burada yazır ki, body'nin başlanğıcı. Bura yazır ki, atıram, hər hansısa bir link qoşub bura, Bootstrap-in linkini. Gəlir ki, link başlanğıcı, Bootstrap. Sən gəlib buradakı kommenti oxuyanda, burada yazılan kodun ehtiyacın olmur. Burada oxuyursan ki, burada Bootstrap-in linkini qoşub adam. Daha sonra atıram, burada bir dənə kod yazıb, hansı ki, bunun içərisindən nə edir? Backenddən data çəkir, UI-da map eləyir, göstərir, nə edir? Gəlib üstünə yazır ki, backenddən datanı çəkib UI-da göstərmək. Yəni, bir var ki, full kod oxuyasan, bir də var kommenti oxuyasan. Kommenti oxumaq daha məntiqlidir, okey? Developer arasındakı ünsiyyəti artırır. Aydındır? Ctrl/. Daha sonra, gələm bura. Olduğun sətri, daha doğrusu, birdən daha çox sətri select eləmək. Gələm, Ctrl basılı saxlayıram. Wait. Shift asıl. Mən normalda barmaq şey var məndə, əzbəri. Normalda klaviaturaya bax şey eləmirəm ona görə. Shift-lə bastın, aşağı yuxarı hərəkət edirsən. İstədiyin qədər select eləyəndən sonra Ctrl-la slash-ı basıb, bunu da eyni şəkildə kommenti atıb Ctrl//-dan çıxarda bilərsən. Gəldik bura, paragrafı dedik, colorlar. Lazımdır ki, indi də. Yox, lazım deyil. Buradan sonrası CSS-dir. İndi keçirik listlərə. İki cür listimiz var. Bir dənə list dediyim, listləri ən çox harda istifadə edirik? Gəlin burada turbaza girirəm. Turbaza girəmirəm. Tap.az, universitetiniz sağ olsun. Və çox güclü security-si var. VPN açan kimi girə bilirəm. Burada gördüyünüz kataloq açsam, burada gördüyünüz hər şey birə-bir eynidir, belə deyim, UI olaraq. Sadəcə içərisinin kontenti fərqlidir. Yəni, burada nə var? Image var, ad var, ox var, düzdür? Yenə image var, ad var, ox var. Yəni, bunların hamısı birə-bir eynidir, düzdür? Bunların hamısını bir list şəklində yığmaq olar. Bizim listlərimiz iki yerə bölünmüş uşaqlar. Bir, UL-lərimiz var, bir də OL-lərimiz var, ordered listimiz var və unordered listimiz var. UL nədir? UL dediyimiz qabağı balıqlarla olanlardır. Gəlin bunun içərisində li yaradıram. Li'nin içərisində bir dənə A tag yaradıram. Deyirəm ki, bura Google olsun, hətta homepage olsun. Daha sonra gələm eyni lidən, yəni buradakı bu gördüyün mənim limdir. Gələm eyni lidən ikincini yaradıram. Gələm deyirəm ki, bura homepage olmayacaqdır. Shop page'im olacaq. Daha sonra bir dənə li yenə yaradıram. Atıram bura, deyirəm ki, about page'im olacaq və s. Gələm save eləyirəm. UI-ma baxsam amma, UI-mda belə sadə bir görüntü var və qabağında balıqlarlandır. Səsim batır. Buna da klik eləyəndə yenə eyni şəkildə href'ində nə yazmışamsa mən ora aparacaq. Gəldim. Eyni şey, harada göstərim bunu? Buradan eləsəm, yox, buradan göstərə bilməyəcəm. Bir də Wikipedia. Bu UL-dir. Yəni, bir dənə Wikipedia'nın headini silək. CSS-ini sildiyimə görə Wikipedia bu vida düşdü. Və görsəz, buradakı hər şeyi adamlar nə yazıblar? UL-la yazıblar. Gələm eyni şeyi OL üçün eləyirəm. Gələm li deyirəm. Li'nin içərisində bir A tagi var. Href boşdur. Burada homepage'imdir. Gələm hrefini DS qoyuram. Niyə DS qoyuruq? Əgər mən bunun içərisində A tagin içərisindəki href silsəm və heç nə yazmasam, normal paragraf tagindən heç bir şəkildə fərqlənmir. Ona görə development aşamasında olan layihələrdə hrefin içərisində DS qoyurlar ki, bunun bir A tagi olduğu, yəni P tagi olmadığı bilinsin. Save eləyirəm. Deyir ki, bu bir A tagidir. Daha sonra yapışdırdım bunları. Baxın, yuxarıdakılar balıqlarlandır, aşağıdakılar rəqəmlərlə. Okay? Bir aşağıdakı ordered listimdir, yuxarıdakı unordered listimdir.
Yəni yuxarıdakıların sıralaması yoxdur, aşağıdakının sıralaması var. Hansından daha çox istifadə edirik deyirsinizsə, UL-dan daha çox istifadə edirik. Bu o qədər də istifadə etdiyimiz bir şey deyil. Hətta bunların bircə bu nə qəribədir. List. Yox, burada CSS başlayır. Sonra təzədən HTML qayıdır. Olar. Yaxşı, rəsm görək. Və data listlərimiz var. Data list dediyimiz, mən birbaşa bunun özünü kopyalayıb atacağam. Sıfırdan data list yazmağa niyyətim yoxdur. Gələm atıram bura. Bu data list dediyimiz nədir? Belə deyim, tabın başlığı var və tabın açıqlaması var. Burada gördüyünüz DT mənim datamın başlığıdır. DD də mənim datamın datasıdır. Yes, description. Aha, dalaşın. Açıqlamasıdır. Üzərindən belə keçək. Zaten mən heç birinin açıqlamasını o qədər də əzbərə bilmirəm. Ehtiyacımız da yoxdur. Gəldik. Deməli, və DL nədir? Ümumi data listin tamamını saxlayır. İçərisində başlıq üçün DT, description və yaxud da o birisi nə dedi? Definition üçün də DD-dən istifadə edib açırsınız. Okay? Daha sonra userdən hər hansısa bir datanı qəbul etmək üçün nə edirik? Input tagimiz var. Klik edirəm, save edirəm. Gəldi belə bir dənə input qoydu bura. Hansı ki mən bunun içərisinə user nəsə daxil edib əlavə edə bilər. Əlavə eləmək üçün də nəyimiz olur? Əsasən buttonlarımız olur. Submit button deyirəm. Gəldim bunun içərisinə nəsə yazdım, submit elədim. Backend-ə göndərdim və s. Hə, indi gərik bunların yes. Bunu sadəcə göstərirəm sizə ev tapşırığında bilmirəm bundan istifadə edəcəksiniz, eləməyəcəksiniz. Ona görə bərbaşdan göstərmək istədim. Gələm, burada placeholder deyə bir dənə atributumuz var. Bu placeholder atributu nə iş görür? Deyirəm ki, atıram, belə eləyək. Tamam, submit button silirəm. Yox, silmirəm, placeholder yox. Inputları çoxaldıram. Onların inputum var, bir dənə submit buttonum var. Nə olacaq? Mən hansı inputa nə yazacağımı hardan bilim? Bilə bilmirəm, düzdür? Ona görə buyur Hikmət. Placeholder'a yazıram ki, bura name olacaq. Bura surname olacaq. Hətta bura gəlib bir yer atacağım. Bir saniyə. Bir yer. Okay. Bu şəkildə mənim kodum nisbətən daha oxunaqlı, düzdür? Deyirəm ki, yuxarıda mənim name olacaq, aşağıda surname'im var. Daha sonra mənim inputumun type'ları var uşaqlar. Gələm bura type yazıram, bərabərdir. Type'ım button ola bilər, checkbox ola bilər, color ola bilər, date ola bilər. Gələk bir-bir baxaq. Birinci checkboxdur. Checkbox elədiyim zaman type burada var, sorry. Gəldi belə bir şey oldu. Checkbox'a çevrildi. Buradan remember me falan olur loginlərdə. Məni xatırla. Klik edirsən, növbəti dəfə daxil olanda sənin üçün okey verir. Daha sonra nəyimiz var? Radio boxumuz var. Bunu əsasən gender üçün istifadə edirdik. 2 dənə olur. Deməli, male, female. Birini seçirsən, davam edirsən. Daha sonra nəyimiz var? Color'ımız var. Buradan rengi select edə bilirik. Daha sonra date'imiz var. Buradan tarix seçə bilirik. Məsələn, sayta registrə olursan, səndən doğum tarixini soruşur kimi. Daha sonra date time'ımız var. Sorry. Bunu boşluq qoymuşam. Deyəm. Saatı götürmək üçün bircə saniyə. Buradan da saat daxil edəcəyik. Sonra faylımız var. Fayla klik eləyəndə nə edir? Gedir şəkil falan select etmək üçün istifadə edirik. Input type image. İstifadə etməmişəm. Birinci dəfə görürəm. Daha sonra URL-ımız var, range'imiz var. Password çox istifadə edəcəklərimizdən biri.
Yazdıqca bunun bir password olduğunu başa düşür və öz avtomatik olaraq bağlayır. Daha sonra gəlin bura bir dənə texti dedim, password dedim. Number'ımız var. Number olduğu zaman bunun içərisində normal text daxil edə bilmirəm. Bunu ancaq rəqəm olaraq daxil edə bilərəm. Bunu da age üçün falan çox vaxt eləyirik. Daha sonra nəyimiz var? Göstərmədiklərimizdən. Aylar var. Klik edirəm. Buradan ay select edə bilirəm. Radionu göstərdim. Range lazım deyil hələ ki. Bir də tel nə üçün istifadə teli göstərim. Teldə sizin telefon PC-vinizdə aktiv olaraq hər hansısa bir belə eləyim danışmaq 100 dəfə danışmaqdan bir dəfə göstərmək yaxşıdır. E-mail formun içərisində deyil, submit edə bilməyəcəm. Hər hansısa bir e-maila klik eləyəndə nə edir? Sənin kompüterində e-mail deyə bir application varsa, bunu sənin üçün açacaq. Yox, bir də tel var. Teldə nə edir? Bunun bir telefon nömrəsi olduğunu başa düşür və avtomatik olaraq əgər Mac istifadə edirsənsə, telefon üzərindən birbaşa zəng eləyir. Windows üzərindən bilmirəm elə bir özəllik varmı? Kontaktda Windows kompüterlərin əl çatmır mən bildiyim qədərilə. Mac-in çatır. Mən istifadə eləməmişəm ona görə. Okay. Inputlardan hələ ki bu qədər. Button bu qədər lazım deyil. Gəlin bura. Listləri göstərdim. Div lazım deyil. Divi sabahdan gedəcəm. Nəyimiz qaldı? Table'lar falan qaldı. Onu break edin, qaydın ondan sonra başlayayım. Çünki özüm də yoxum.